prezidentimizden, hürmetli prezidentimizden xahiş edirəm. Onun azadlığa çıxmağına köməklik eləsin. Qulu, ondan bir dənə də bir söz deyim. Mən özüm 30 ildir cəmiyyət içindəyəm burada. Özüm müəllim işləmişəm. Qulunu mən gözüm qabağında böyüyüb qulu. Qulu elə bir ləyaqətli, elə bir tərbiyəli bir cavandır ki, onunla heç kəsinə, uşaqla böyük, nə ağsırsa, nə ağsaqqal inciyə verməz. Həmişə daimi bayaq dediyimiz kimi insanların böyründə olur. Xeyrində, şərində. Biz də prezidentimizdən xahiş edirik ki, bizim prezidentimiz həqiqətən də humanist, gözəl bir insandır. Allah onun bayrağını icra eləsin. Biz həmişə onun arxasındayıq və cəmiyyət olaraq. Biz də ondan xahiş edirik ki, əlindən gələn imkan qədər qolunu azadlığa boşlasın.